Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Uzun vaxt idi görüşmürdük. Təbii ki, bəzi məsələlərə görə bu arada görürsünüz gözüm xəstədir. Əməliyyat olmuşam birinci bu gözümdən, sonra bunu tez olmuşam deyə hələ tam sağalmayıb. Vampir oxşasam qorxmayın. Tak, mövzumuz həmişəki kimi nevrozdur. Əsas ipokondriyadan danışmaq istəyirəm, psixosomatikadan. Bilirsiniz, ipokondriya necə yaranır? Var egzogen, var endogen nevrozlar, ipokonlar. Egzogenlər sonraki travmalardan baş verir, yəni hansısa bir kimsə itirir və yaxud həyatında nəsə baş verir, qorxu hissini sıxıb saxlayır, boğur içində və gələcəkdə bu qorxu aktivləşir. Endogen nəsilli, yəni keçicidir, yəni nəsildə olur. Və kimdəsə ailədə olur, sonra sizi tutur, ailədə 5 uşaqlısı, onun biri 100% nevroz olacaq və yaxud 5-i də elə ola bilər. Tak что, indi onun mexanizmından danışmaq istəyirəm sizin üçün. Əsas prinsipləri nədir? Əsas onun prinsipi özünü qoruma mexanizmidir. Prinsip qorxudur. Hər zaman nədənsə qorxursunuz. Beyin həmən o qorxunu sizdən asılı olmayaraq yaradır. Əslində qorxunu yaratmır. Hansısa bir səbəb axtarır qorxutmaq üçün. Sizdə məsəl üçün deyim də, psixosomatika nədir? İlk vaxtlar ürək döyüntüsü baş verə bilər, baş gicəllənmə, yüngül də olsa, dərhal düşüncə olur ki, deyəsən məndə ağır xəstəlik var və qorxu gəlir. Və həmən o his biraz da güclənir. Biraz da düşüncələrdə dəyişikliklər baş verir. Yəni düzgün interpretasiya eləmirsən, düzgün düşünmürsən və düşürsən labirintə. İndi orada beyində nələr baş verir, onu dəfələrlə danışmışam. Qorxu mexanizmi, ümumiyyətlə qoruma mexanizmi çox həssas olduğundan bədən ona reaksiya verir. Tamam mı? İlk vaxtlar baş gicəllənmə, ürək bulanma, ürək döyüntü. Sonra beyin bunu öyrəşir. Hər bir xırda detalı, negativi təhlükə kimi bilir. O başa düşmür. Həyatı təhlükədir, siz yoxsa oturub fantaziya uydurursunuz. Onu təhlükə kimi görür və olur psixosomatika. Artıq siz fiziki olaraq bu ağrıları həqiqətən hiss edirsiniz. Ürək ağrıyır, sinə ağrıyır, baş sıxılır və s. və ilə axır. Buna psixosomatika deyirlər. Və beyin artıq buna alışır. Təbii ki, ipokonlarda düşüncə pozğunluğu var. Tək qorxu deyil, qorxunu həmən o düzgün düşünmədiyinizə görə. Dəci ipokonlarda belə bir şey var. Təbii əsəbi olurlar. Hansı əsəb fonunda cüzi təzyiq oynaya bilər. Məsələn, 140-dan biraz yuxarı. Onun səbəb bilər, xəstəliyə yozar dərhal.
Google'da axtarar, orada axtarar, bu həkimə zəng vurar, bunu eləyər, onu eləyər, tanıdıqlarını eləyər, nevrozları eləyər və başlayıb поехало. Beyin yenə də bunu təhlükə kimi qəbul eləyir, qoruma mexanizmini aktivləşdirir. O artıq psixosomatika özü bədənin sizin psixologiyanıza, yəni durumunuza, psixi durumunuza cavab reaksiyasıdır. Amma artıq beyin ki buna öyrəşir və cüzi bir element axtarır ki, həmən mexanizmi xoda salsın. Ondan əlavə sonra nələr baş verir? Endorfin deyilən bir hormon var, o sakitləşdiricidir. O hormon atır, insan əsəbləşir, sonra 5 dəqiqə sonra soyuyur. Onda endorfin atır. Endorfinə beyin öyrəşir. O endorfini sizdən almaq üçün o ancaq əsəbləşəndə müəyyən miqdarda atır ki, sizin əsəbinizi soyutsun, stop, tormozluqda elə bil. Amma bu zaman səbəb axtarır, cüzi bir səbəb. Daha ola bilir ki, nevrozlarda oturmuşsunuz, heç bir ağrı yox, heç bir şey yox, sadəcə düşüncə gəlir. Görəsən məndə gizli xəstəlik getməz, xəbərim olmaz, qonşu elə idi, birdən pisləşdi, apardılar, rak çıxdı. Və yaxud filan qonşum elə birdən-birə ürək dayandı. Məndə görəsən bu olmaz, anlatabildim mi? Və təzədən qoruma mexanizmi kodlanır, o endorfini sizdən almaq üçün. Və bu labirintdir. Anlatabildim mi? Prinsip burada nədir? Əsas sağalması bunun qorxunu minimuma endirməkdir. Qorxunun qabağını almaq yox. Qorxu ilə rəftarı düzəltmək lazımdır. Anlatabildim mi? İdarəçilik sizin əlinizdə olmalıdır. İdarəçiliyi siz bacarmalısınız. O zaman bəli, bipaxonlar sağalır. 80%. Qorxunu saxlamaq yox. Yəni birdən-birə və yaxud hansı bir ağrıları yəni axtarmaqla, yoxlamaqla filanla bu ritualları şey edirsiniz. Yəni bu qorunmaq deyil. Siz onları elədikcə biraz da şiddətlənir. Tamam mı? Özünüzdə nəsə axtarmaqla biraz da şiddətlendirirsiniz onu, biraz da pisləşdirirsiniz. Və yaxud düşüncə gəlir, yo düşünməyim, sonra pis hala düşürəm filan. Bu cürlə qaçmaqlarla bu xəstəlikdən qurtulmaq olmur. Və yaxud nəsə ürəyiniz sancdı, qorxma, heç nə yoxdur, yaşayın, məndə heç nə yoxdur, qorxma, öz-özünə deyirsiniz, ha. Bu nevrozdan qaçmaq deməkdir. Nevrozdan da qaçanda daha da onu möhkəmləndirirsiniz. Tamam mı? Nevrozdan qaçmaq olmaz. Əksinə, sancıq qoy sancsın. Bilirsiniz ki, siz nevrozsuz. Siz nevroz olduğunuzu bir dənə boynuna alın, qalan şey düzələcək. Siz hər dəfə məsələn mənə zəng vuranda deyirsiniz, filan şey filan olur. Nədən olar? Siz nevrozu yaddan çıxardırsınız. Əgər sizdə bu ağrılar olmasa, deməli sizdə psixosomatika yoxdur. Siz deməli nevroz deyilsiniz. Tamam mı? Nevrozun formatı bundan ibarətdir. Anlatabildim mi? Ona görə də qorxmayın. İdarəçiliyi biz sizə yönəldirik, öyrədirik. O materiallar sizdə qalır həmişə. Onları əzbərləmək lazımdır. Bütün düşüncələrinizi 100% dəyişirik. Qorxunu minimuma indiririk. Və siz sərbəst şəkildə yaşayışınıza
davam edirsiniz. Demirəm ki, məsələn, biz indi başlayan kimi siz sağalacaqsınız. Mən filfili oşik deyiləm, seyirli adam deyiləm. Əlimi sürtüm, ağrılar geçsin. Bu tədrici olan bir şeydir. Yəni birinci qorxunu minimuma indiririk. Yəni idarəçilik sizin əlinizdə olur. Sonra yavaş-yavaş simptomları özünüz aradan qaldıracaqsınız. Təbii ki, bizim seanslarla. Ondan sonra ağrılar uzaqlaşacaq sizdən. Bir günə, 5 günə bunu gözləməyin. Tamam mı? İdmanla çox məşğul olun. Fiziki işlərlə məşğul olun. Ən azından qadınlar məsələn evdə səhər durub gimnastika ilə, çünki o enerjini əzələdən çıxarmaqla, enerji yox, adrenalini əzələlərdən çıxarmaq lazımdır. Kortizolu minimuma indirmək lazımdır. Ona görə də bir balaca gimnastika ilə və yaxud hansısa bir idman növü ilə məşğul olmaq lazımdır. Tamam mı? Ən azından gündə 2 saat yerimək lazımdır. Bu sizin həm nevrozunuza, həm xolesterinizə, həm ürək damar sisteminə xeyirdir. O ki qaldı, şikayətlər eləyirsiniz ki, sinəm yanır, ağrıyır, belə filan nəmlər, ürəkdən qorxursunuz. Ürək heç vaxt ağrı vermir. Bu adnaznaçna belədir. Tamam mı? Son məqamda ağrı verə bilər. Amma belə ürək jelatinlə heç vaxt ağrı vermir. Damar tutulması ümumiyyətlə. Təngə nəfəsliyi zad belə bir şey, skaçkalar ola bilər də, təzyiqdə zadda, amma elə bir şiddətli ağrıları olmur. Heç bir ağır xəstəliyin şiddətli ağrıları olmur. O zaman olur ki, artıq siz yorğan döşəkdəsiz. Anlatabildim mi? Ona görə də elə şeylərdən qorxmaq lazım deyil. Google-yə az baxın, YouTube-da, nə bilim, o cürbəcür xəstəliklərdən danışır. Az baxın. Nevrozlar elə bir qlobal xəstəlik deyil ki, nevrozlara nəsə olsun. Nevrozlar səndə hər bir xəstəliyin başında stres durur, amma nevrozlarda qorunma mexanizmi güclüdür. Tamam mı? Siz oturmuşsunuz burada, tutalım, heç bir fiziki iş görmürsünüz, amma əzələlər daxili özü-özünü məşq edir. Naşut adrenalina, sonra ürək damar sistemidir. Bir dənə nevrozların ən həssas yeri mədədir. Onlarda bir zamandan sonra refleks yarada bilər, ezofagidə çevrilə bilər və yaxud yazvaya çevrilə bilər stresdən. Yəni turşuluq çoxalır və klapın açıq qalır, vurur yemək borusunu yandırır və s. Yəni biraz orada ehtiyatlı ola bilərsiniz, onda çarəsi var. Onu da mən deyirəm, neyləmək lazımdır. Belə prinsipi nevroz idarəçiliyi əlinə götürəndən sonra heç bir qorxusu yoxdur. Tamam mı? İndi mənim qızım da işləyir, tək nevrozlarla işləmir, ən əsas problemlərinizdə, köklü problem. Çünki nevrozun kökündə başqa şeylər durur. Nevroz xəstəlik də olsa öz başına yaranan xəstəlik deyil. Yəni göydən gəlib düşmür. Onun kökündə nəsə var. İmini o köklə onun öz metodları var, öz elmi var. Həmən elm ondadır. Həm də sizin həyatınıza baxır. Qorxulu nə varsa deyəcək sizə və yaxud nədən başlayıb
Onu da deyəcək sizə və nə ola bilər, onu da deyəcək sizə. O potensial onda var. Bizdə ümumiyyətlə irsidir. Məndə var, amma mən elə işlərə baş qoşmuram. O qədər vaxtım yoxdur. Mənim işim psixologiyadır. Hal-hazırda bəli, indi biz məsələn idarəçilik seanslarla, zatlarla sizin əlinizə veririk. Sizi öyrədirik nevrozlarla rəftarı, nevrozla rəftarı, qorxunu preodalet eləməyi, amma o köklü işləyir. Artıq nevroz yox, nevrozu yaradan bir problemlə işləyir, tamam mı? O da çox mükəmməl elmdir. Orada astrologiya da var, orada çox şeylər var. Elm çox güclüdür orada. Ondan o məşğuldur, mən ondan məşğul olmuram. Yəni o vaxtım yoxdur. Həm də ki o biraz vaxt aparan şeydir. Onun seansları bizim seanslara bənzəmir, biraz o başqa cür seanslardır. Tak что qorxmayın nevrozlar. Biz sizin yanınızdayıq. Bizi kimi adamlardan istifadə edin. Yeryüzünün bütün simptomlarını mən keçirmişəm vaxtı ikən. Bütün simptomlarını. Çünki mən nədən bilirəm bütün simptomlar, ağır simptomları keçirmişəm. Sinə yanğısı, nə bilim, göz tor görmək, baş sıxıntısı, qulaqda küy, ürək sıxıntıları, ürək döyüntüləri, mədə sıxlığı, bağırsağın getməsi, nə bilim, sayı hesabı yoxdur da, yəni hələ düşüncələri demirəm. Məndə həm də OKB idi. Nədən bilirəm? Çünki mən dünya forumunda iştirak edirdim. Bütün xəstələr orada var idi. Və simptomlara baxıb deyirəm. Baxırdım simptomlara ki, hələ ki məni üstələyən xəstə yoxdur simptomlarla. Tamam mı? Mən ispitaniyalarda keçirmişəm, yəni bəzi simptomları özümdə yaratmışam və ondan mübarizə aparmışam. Sağlam mübarizə. Qaçmamışam ondan. Və oputum çoxdur bu işlərdə və böyük əminliklə sizə deyirəm ki, mənim əzizlərim, sağalacaqsınız və sizə heç nə də olmayacaq. Heç nə olmayacaq. Yox, deyilmir ha, məsələn, patoloji xəstəlik heç mi? O Allahın işidir. Lüboy bir insan, siz də normal, sıradan bir insansınız. Yəni patoloji xəstəlik lüboy adamda ola bilər. Rakdır, infarktdır və s. Siz qidanıza baxacaqsınız, idman növlərinizə baxacaqsınız. Stresten biraz uzaq duracaqsınız. Bunlar əsasdır, jezinli vacınıdır. Çünki həyatda qalmaq üçün bunlara riayət eləmək lazımdır. Amma nevrozdan, sırf nevrozdan sizə heç nə olan deyil. Narahat olmayın. Çox təşvişə düşməyin. Bir də xahiş edirəm ki, simptom olanda psixosomatika. İlk beyninizə fikir gəlirsə, ilk xəstəlik nevroz gəlsin. Boynunuza alın ki, siz nevrozsuz. Tamam mı? Siz bilsəniz ki, siz həqiqətən nevrozsuz, siz artıq bütün simptomları nevrozun boyuna atacaqsınız. Bir də məndən danışanda əgər mən deyirəmsə sizdə heç nə yoxdur, böyük əminliklə deyirəm. Mən o bir də məsuliyyəti boynuma götürə bilmərəm. Çünki bütün xəstəliklərdən anlayışım var, simptomları da bilirəm. Mən şübhələnsəm, dərhal sizi göndərəcəm lazım olan yerlərə. Tak что, qorxmayın, faydalanın, sağ olun, sağlıqla qalın.